elementlərimizlə işlədiyimiz ümumi sınaq mövzusu 21-də 6-cı suala nəzər yetirək. Demək olar ki, sinifin 50% səhv yazıb, 50% düz yazıb. İzah eləmək də mənim boynumun borcudur. Meyvə verən ağaca daş atmazlar cümləsində morfoloji, yəni cümlədə səhv fikri müəyyən edir. Baxırıq, birinci deyir ki, meyvə isimdir, təsiri haldadır, sadə isimdir. Meyvə verən ağaca daş atmazlar. Meyvəni verən ağaca daş atmazlar. Bəli, bu təsiri haldadır. Verəndən beyninizdə sual verir. Nəyi verən ağaca daş atmazlar? Meyvəni. Ona görə A variantı doğrudur. Feillərdən birində 3 qrammatik şəkil çeşlənmişdir. Cümləmizdə 2 feil var. Biri verəndir, digəri atmazlar feilidir. Verəndə sadəcə an, ən, feil, sifət şəkilçisi var. Ona görə atmazlara baxırıq. Sözün kökü atdım. Maz heç vaxt bütöv halda qrammatik şəkilçi götürülmür. Mu burada bizim üçün ma inkar şəkilçidir. Az isə qeyri-qəti gələcək zaman şəkilçidir. Ona görə cümlə daxilində parçalanır. Bilir ki, qeyri-qəti gələcək zaman inkarda işlənəndə rızıya keçir, inkar şəkilçisi sahibini itirir. Layla isə qrammatik şəkilçidir. 1, 2, 3, 3 qrammatik şəkilçi var deyə B variantına çıxdı. Biri təsvirlənən, biri təsvirlənməyən feildir. Feil sifət təsvirlənməyəndir, atmazlar təsvirlənəndir. Bu da doğrudur. Təsvirlənən feil xəbər şəklindədir. Qeyri-qəti gələcək zamanla ifadə olunubsa, deməli xəbər şəklidir. Baxırıq D variantına. Deyir ki, daş sözü adlı halda olan isimdir. Uşaqlar, biz demişdik, adlı halda bənzəyən və feilin yanında işlənən sözlərə diqqət yetiririk. Niyə? Bizim üçün qeyri-müəyyən təsiri hal ola bilər. Bəs necə tapacağıq? 1. Daş sözünü cümlənin əvvəlinə keçirik. Daşı meyvə verən ağaca atmazlar. Belə də deyə bilərik. Və yaxud da daş sözündən əvvələ bu işarə əvəzliyini qoya bilərik. Bu daşı birbaşa məndən unut təsiri hal şəkilsini qəbul edəcək. Bu daşı atmazlar. Deməli, daş adlı halda deyil, isimdir, lakin qeyri-müəyyən təsiri haldadır. Cavab olacaqdı D variantı.